Salamlar. Necəsiz? İnşallah yaxşısınız. Tələm-tələsik necə rahat hazırlaşa bilmədik də belə deyək də ki, gələk işlərimizi çatdıra. Bu günləri 5-ci gündür əslində, bilmirəm bunu nə vaxt paylaşacağım. Gəldi, karta xəbərdarlıq gəldi. Gəl sən də əslində Vəli ilə, tək deyiləm. Bir yerdə gedirik Rebusa. Yağmurun ad günü hədiyyəsini almağa. İnşallah görək nələr seçirik. Seçimi mənə buraxıb. Bir ana sənə buraxanda seçimi hər şey istədiyim kimi alırsın. Kızım annesine inanıyor. Vəli girir. Gittik Rebusa. Gəlmişik Rebusa. Görək Yağmura nə seçirik, nə hədiyyə alırıq. Əslində boyalar tipdə şey istəyirəm. Belə daha rahatdır. Burada məktəb yoxdur deyə, ortalıq boşdur, rahatdır, sanki mağazin bizimdir. Bu boyalar burada, xüsusi bunların qiyməti neçə? Bir də çornobel şəkildən sonra mənə sprey lazımdır ki, yayılmasın. Ondan istəyirdi. Yağmur da ağ rəng istəyir. Baxın, kraskalar da buradadır. Belə iri kraskalar istəyirəm alın. Çünki axtarırdı. Bunlar belə boyalar var. Neçə illikdir, Allah bilir bu. 5 manatdır. Bir də yəqin ki, bu spreylərdə şeylərdən sonra spreydir. Bu çornobel şəkillər çəkiləndə rənglər qarışmasın deyə, rənglər getməsin deyə spreydə vurursan, axtırmır da. Deməli bunlardan tapdım. Bunların adını bilmirəm nədir. Bunlar yox idi. Bunlar yox, çox körpə üçündür. Bu getmir. Bu da qəşəngdir. Sonra burada bunlar da var ya. Bunlar neçədir? 50 qəpik var. Bu daha yaxşıdır. Ya. Bunlardır. Bunlar neçədir? Bunda ağ yoxdur. Belə bir şeyin ağı var. Elə o da boyadı da. Baxın ona. O da 5 neçədir. Bunlar da 5 neçədir. Yox, 7 neçədir. 5.50'dir bu. Firmasına görə dəyişir. Belələr də var. Gümüşü də var. Postovoji qapaq atıb. Neçə yazıb? 5 neçədir bu. Oy. Balaca da. Ondan sonra böyük. Akrildir ha. O nədir? Sidur. Onun üstünə gör nə yazıb. Götür bir dənə. Onun üstünə sidor yazıb. Guaj boyadı bu. Guaj daha yaxşıdır. Gəlmişik bura. Deməli, neftçilərdəki Rebusa getdik. Orada inanma Yağmurun istədiyi həmin rəng olmadığı üçün təzədən bura qayıtmışıq. Boyalar hardadır? Boyalar hardadır salam edir? Boyalar. Getdik. İşte bizi yönləndirir, sağ olsun. Musiqi ilə qurul, adamın sümüyünədir. Ağınızdan gəlmiş, dedilər bizim filialda var. Biz o biri filialdan aldıq, emin ağına görə gəlmişik. Burada deyirlər. Bəli, zəng edilər, dedilər ağı var bizdə. Zəhmət olsun. Bunun imeni bunu soruşdu. Biz oradan aldıq o filialdan. Bizə dedilər ki, burada ağı var. Biz ona görə bura gəldik. Kimdən əlaqə saxlanılır? Bir soruşun. Əldik, tapa bilmədik. Gedilər var, amma yoxdur. Qalmışıq bunun ümidinə. Bunu da istəmirik. Əslində bizə quaj lazımdır. Amma quajda yoxdur ağ. Hər rəng var, amma ağı yoxdur. Məndən məqsədimiz vardı ya. Biraz yəni səhv göstərəbilirsiniz. O buranın gibi olmasaydı, atacaqdım səsini başına ki, o imkan bizi öz yerinizə qoyacaq. Sizin mən təsəvvür oradan durub gəlirsiniz, bura deyirlər. Bunu da araşdırmaq, çətin bir şey yox. İndi gedirik Laçına. Görək Laçında nə olacaq. Zeynəbə yəqin ki, çalışır ki, sürpriz eləyək. Təbii ki, Zeynəbə hədiyyə seçəcək. 3K olduğumuz üçün o heç özü də istədiyini alacaq. Sadəcə olaraq bizim sürprizimiz olacaq. Əgər alınırsa, görək inşallah.
nələr olur. Rəsmlər. Açaqlı qabaq, Svet qabaq. Qalxırıq. Necə gedir? Yəni belə bir sırğam var mənim. Bu sırğanın tayı itib qulağımdan düşüb. Və bunu gətirmişik. Dırnağıma baxmayıb üstünə qalıb. Gətirmişik. Bir də bu qaynanamın sepindən qalandı. Bundan nə qədər fərq var rəngində? Bu rəngində Məsələn, biz mal qaralıq, durduğu yerdə. Bu da var, mənim yerdə mallarım var, durduğu yerdə mal qaralıq. Yəni ona, mən məcburum, hər dəfə düzdürəm və müştəri də var, deyir, mənim üçün nə fərqi var? amandı qarışmasın. Hə, bir də 39 bacı buydu. Amandı qarışmasın. Joji, Zeziyə bir dənə hədiyyə seçmişik. Bax qızım. Bakın o Ne? böyle Al. takayım mı? Tak. Beğendin mi? Necə takasın? Gəl tak. Üstündekini çıkartmayınca olmadı. O onun qiymətidir. Buradan açmalıyam. Bir dəfə də klon alaram. Nazik incə silkdir. Zeynəbin paltarı da açıq rəngdədir. Yağmurun qızıl sepi də var idi, qolbağı da var. Sırğası da var idi, amma Zeynəbin bir dənə tək sırğası var idi deyə biz ona belə bir sep aldıq qızıl. Ama Gətir yaxın, əli belə tut, göstər. Çox qəşəng parıldayır. elimle burada düşür. Uzundur. Uzunluğun zərəri yox. Orada elim uzundu ya. Əlin də uzundur. Başa- Xoşuna gəldi. Hoşuma gelmedi. Yine bu bax xeyirli şamlıqlara tax. Ya hər dəfə hər gün bu taxılmayacaq təbii ki. Yok, ümumiyyətlə yerə gedəndə taxa bilmərəm. İtirərəm. Arzu xeyli açmadı. Başladı da alan kimi. Hələ səs alıblar, bir diyan. Veya xeyirlisi inşallah. Все. Və baxın. Burada bilmə, ver mənə bunu da göstərim lütfən. Ventilator qoymur, vızıldayır ancaq. Tadı, Belə bir şey. yeməksin, acı. Yanda bir oğlum. Acılıyım da. Qızlar deməli, termomun üstündə bəzi şeylər var idi. Gətirdim, yudum səlqə ilə. Gözləyirəm suları çəkilsin. Termomun üstündə idi bunlar. Bunda bu akvariumda balıq saxlayırdıq əvvəl. İndi daha saxlamırıq. Hər nəysə qızlar və yudum səlqədə qoydum. Kurtkaları yumuşan Vəlinin 2 dənə kurtkası, özümün bir kurtkası və bir də jiletimi yumuşan və arxa hissələrdə paltarlarla doludur. Bu hissədə də paltarlar yumuşan və bunları indi yığacağam. 3 gündür. Bu gündən 3 gündür. İnşallah ki, kurtkalar quruyub. Bu 200'lü kurtkadır. Bir tərəfi belə qəşəng qaradır, bir tərəfi də belə sırınmadı. Bu kurtkaları mən quruda bilmirəm. Hava o qədər pis idi ki, yəni baxırsan gündə amma hava yəni yüngülcə sərin, amma yəni qurumur. Yəni bu da böyük ehtimal nəmlik var deyə havada, ona görə. Axır bu gün deyəsən quruyub, evdə yoxlayacağam. Uca yığıb götürmək istəyirəm. Daha yoruldum kurtkadan. Paltarları yığdıqdan sonra dedim gəlin bir-iki dənə bunlardan belə biçim. Baxın görürsüz gəlib fındıq ağacının üstünə. Oradan bunu qoymur inkişaf eləməyə, gün dəyməyə, yəni üzümlük gəlib fındığın üstünə. Oradan da bu imkan vermir. Qızıl gülə dolaşıb oradan üzüm yarpaqları cırıq-cırıq olur. İndi bunları eləyəm. İnanırsınız kurtka azadı hamısını yığdım. Təngə nəfs olum, apardım qoydum evə gəldim. Ayağını daftaladım kızım ha senin.
Nəhayət qurtqalar da yuyuldu, qurudu. İndi onları pakovka eləyib yığacağam yerinə. Götürmək istəyirəm, şifoneri boşaltmasın. Şifoneri basa-basa olur, qurtqalardan bezirəm hel olanda. Yay paltalarımı da yığa bilmirəm. Gilas mürəbbəsi elədim. Dünənləri elə bazarda işləyən oğlan zəng elədi ki, bəs yoldaşıma ki, Vələmi gəlin gilas var. Və 6 manata satdığı gilası mənə 2 manat 80 qəpiyə verir. Buradan Eyşən balamı salamlayıram. Çoxlu. Allah ruzusunu bol eləsin, canını da sağ eləsin inşallah. Əgər həqiqətən də mürəbbənizin belə açıq sarı rəngdə çıxmasını istəyirsinizsə, mürəbbəyə baxın. Gözəlliyinə baxın, siz Allah. Maşallah, maşallah. Allah bərəkətli eləsin, süfrəmizi ruzulu bərəkətli eləsin. Allah canımıza sağlıqlı ömür versin ki, həmişə belə biş düşür edək, evimiz ruzulu bərəkətli olsun və sağlam canla əsasən də yeyək, içək, yaşayaq. Fokuslayaq. Bir də baxın qızlar. Kəsb atmışam günün altına. Quruyurlar uje. Hələ də görün, baxın orada arxa tərəfdə yenə də üzüm yarpağı var ki, sallanıb gəlib tökülür. Bir də bu yazıq üzümlər, yetim üzümlər gün görmürdür. Və onu kəsəndən sonra yetimlərə gün deyir. Allah bərəkət versin. Məcazi mənada yetim deyirəm. İndi gedim evə. Mürəbbəmi yığım, gilas mürəbbəsi eləmişəm. Mürəbbəmi yığım, danışarıq. Yenə görək başımıza nə gəlir, inşallah xeyirlisi. Deməli qızlar, getmişdik bilirsiniz ki Rebusa və oradan gələndə də Laçına dəydik. Ondan sonra da ki Laçından sonra Zeynəbə qızıl almışdıq, evə gəldik falan filan. Zeynəbə qızılı taxdıq. İndi sizə çox maraqlı bir fikir oyanır ki, mənim satdığım nə idi və onu necə aldı? Əslində biz Zeynəbə qızıl fikirləşirdik. Sadəcə olaraq mənim evdə bir qızılım var idi, sırğam. O sırğanın bir tayı uşaqlıqdan etmişdi. Və o elə də qalmışdı evin bir küncündə. Mən dedim ki, onu niyə evin küncündə saxlayıram? Elə gedək onu dəyərləndirək. Bir də qaynanamın sepinin, yəni bir qırıq balaca belə hissəsi var idi, qızıl hissəsi. Qırılmışdı, onu düzəltdirəndə məcbur zərgər onu çıxartdı və düzəltdi. Həqiqətən də əl işi qəşəng idi. Və biz o qızıl, mən öz sırğamı və qaynanamın o sepindən qalan qızıldan getdik, onları satdıq. Ki, onsuz da bu işə yarayan bir şey deyil. Və dedik ki, neynəməyək? Bunu apardıq, yəni satdıqdan sonra 200 neçə manat pul tutdu. Və üstünə də qoyduq, Zeynəbə normal qızıl aldıq. Yəni videoda çox həddən artıq çox nazik düşür, tünik kimi düşürdü. Bu arada da çinmişəm. Yəni tünik kimi düşür. Əslində tünik kimi deyil. Normal qızıldır. Yəni sinəyə taxılası normal qızıldır. Prosta qızıl olduğu üçün Zeynəb ehtiyat edir. Onu da niyə ehtiyat edir taxmağa? Çünki Yağmurun qolundan ki bir dəfə qızıl idib deyə ona görə deyir ki, taxmaq istəmirəm. Nəysə, və bura qədər də baxıb izlədiyiniz üçün təşəkkür edirəm. Əslində vlogum uzun olmalı idi. Sadəcə olaraq qısaltdım, balacalaşdırdım, çək-çöhür elədim və yığcam elədim. Dedim, tutalım 30 dəqiqə, 35 dəqiqə olmaqdansa, elə 20 dəqiqə olsun, 20 neçə dəqiqə olsun, normal bir video baxasınız. Əslində çox şey çəkmişdim. Sadəcə olaraq mən onları montaj eləyərkən, yoxlayarkən baxıram, görüm onlar artıq bir şeylərdir. Məsələn üçün, kənar şəxslər düşür deyə. Ona görə mən onu sizin üçün paylaşa bilmirəm. Yəni, vloga belə deyim də qata bilmirəm.
Ona üzürlü sayın, amma yenə də təşəkkürlər baxdığınız üçün. Abunə olub like atmağı da unutmursunuz və bu arada 3K olmuşuq. Düzdür, deyəcəksiniz ki, nə əcəb qeyd eləmirsiniz. 3K-nı qeyd edəcəyik, sizinlə də paylaşacağıq. Amma bu yadımızdadır, narahat olmayın. Sizə söz verdiyimiz kimi və Zeynəbə də biz öz hədiyyəmizi alsaq da belə, amma Zeynəb yenə də öz dediyini yenə də seçə bilər. Seçəndə həmin günü sizinlə hamısını bir yerdə paylaşacağıq. Bir də qızlar, baxın burnumun üstünə görürsünüz. Hiss olunur ki, içərisi göyər. Bir də üzümə belə, məndə yayda belə çillər başlayır, o heç. Amma təsəvvürün bu hissəmə dünənləri çöldə şkafdan kartof götürürdüm. Və hə qızlar, bayaqlar o... Və hello. Onu demək istəyirdim, yarımçıq qaldı sözüm. Deməli, şkafın qapısı gəldi burnuma bir dənə belə tak qapazı vurdu və burun şişdi. Hə, şişmişdi. İndi şükür Allaha şeydi. Axşam nəfəs almağım da narahat idi və gəl bura. Mən gəldim. Gəl. Mən Gəl. gəldim. O kamera adamı yaxşı çəkmir. Gəl, qəşəngsən, gəl. Bax, mən gör nə gözəlim. Bu kameranı xoşlamır. Gəl bura. Saçma var. Çox qəşəngsən. Bax, Saçma var da ama. hərəm yaxşı. O şey ne bu. Neyse kızlar, biz hazırlaşırıq. Burada da paltar setkası var. Biz hazırlaşırıq, gedirik. Desəz ki, hala parka gedirik. Bu gün qızları yığmışıq başımıza. Gedirik parka. Belə dur yana ki. Hə, yəni dünən axşam nəfəs almam çox narahat idi. Başımı aşağı belə saxlaya bilmirdim. Yəni yerə nəsə düşsə mən götürə bilmirdim. O vəziyyətdə idi və şifanerimi də görürsünüz, orada paltarlarım azalıb. Çünki dəyişmişəm. Kimsə siqnallayır. Nəysə. Hə. Oy, bu niyə belə oldu? Zəz başını düz tut da, sağa sola çevirirsən. Deyəm. Ben saçımı yukarıdan kuyruğa yığarsam. Yaxşı. Aşağıdan Sən get sular doldur da. Ayda. Yine su doldurmak mənə qaldı. Yaşıl butulkanı doldur. Ben ancak özümkün doldum. Kimizdə? Zəzin. Yox, deyəm mən yığım gəlim bunun saçını. Ağzı düzəlmir. Heç vaxt da ağzı düzəlmir. Nəysə qızlar. Getdik biz biraz parka, bilmirəm oradan çəkiliş eləyə biləcəm ya yox. Telefonumun yaddaşı belə basa-bas doludur. Zeynəbin planşeti ilə çəkirəm hal-hazırda. Çıxa-çıxda görürəm zaryatkam da yoxdur. Tez bazar telefonu da zaryatkaya salmışam. Görək başımıza nə demişəm, qızları su doldursun. Görək doldurdular mı?